Hər kəs salamlayıram. Biz bugün Demidovicdən limit mövzusunda belə bir limitin həllinə baxarıq. Baxacağımız limit Demidovicdə 419-cu limitdir. Limitimiz bu formada. Nömrə 419 limit x yaxınlaşır deyə surətdə x kub minus 3x plus 2, məxrəcdə isə x üstü 4 minus 4x plus 3 bərabərdir. Verilmiş bu limiti həll eləmək üçün biz x-in bir qiymətini surət və məxrəcdə nəzərə alsaq, 1 minus 3 plus 2 surət sıfıra bərabər olacaq, 1 minus 4 plus 3 məxrəcdə sıfıra bərabər olacaq. 0 bölü 0 halında biz demişdik ki, qeyri-müəyyənlidir. X-in bir qiymətini kəsin surət və məxrəcdə nəzərə alanda, surət və məxrəcin qiyməti sıfıra bərabər olduğu üçün, onda deyirik ki, surətin qurublarından biri x minus 1-dir və məxrəcin də qurublarından biri x minus 1-dir. Deməli, biz bu kəsiri surət və məxrəcini x minus 1-ə bölsək, qurublarından biri x minus 1 olacaq. X minus 1-lər ixtisar etdikdən sonra, əgər digər 0 bölü 0 hal yaradıqları olmasa, x-in bir qiymətini x-ların yerində nəzərə alıb, limitimizin qiymətini taparıq. Əvvəlcə surəti x kub minus 3x plus 2-ni, yəni x minus 1-ə bölərik. Surətin vurğularını taparıq. Birinci x kvadrat dəfə düşəcək, x kub minus x-in kvadratı. Alt-alta çıxsaq, olar x kvadrat minus 3x plus x-ə vuraram, olar x-in kvadratı minus x. Tərəf-tərəfə çıxsam, yenə olar mənfi 2x plus 2-ni gətirərəm aşağı, minus 2-ə vuraram. Çıxılsın olar mənfi 2x plus 2. Bunları tərəf-tərəfə çıxsam, 0 olacaq. İndi isə məxrəci x minus 1-ə bölərəm. Yazaram x üstü 4 minus 4x plus 3 bölünsün x minus 1. Əvvəlcə x kubu bölərəm, alt-alta çıxaram. Olar x üstü 4 minus x-in kubu. Tərəf-tərəfə çıxsam, x üstü 4-lər gedər. Qalar x kub. Qalar x kub minus 4x plus x kvadratına vuraram bir də. X kubu yox eləmək üçün, x kvadratına vuraram x minus 1-i. Olar x kub minus x-in kvadratı. Alt-alta çıxsam olar x kvadrat minus 4x plus bir də x-a vuraram. X-a vuranda x kvadrat minus x olacaq. X kvadrat minus x olacaq. Tərəf-tərəfə çıxsaq, olar mənfi 3x. 3-ü gətirərəm aşağı, plus 3. Bir də minus 3-ə vuraram. Olar, çıxılsın, mənfi 3x plus 3. Qalar 0. Deməli, mən yazaram. Limit x yaxınlaşır 1-ə kəsir xəttində. Surəti x minus 1 vurulsun x kvadrat plus x minus 2 şəklində yazaram. X minus 1 vurulsun x kvadrat plus x minus 2 şəklində yazaram. Məxrəci isə x minus 1 vurulsun
x kub plus x kvadrat plus x minus 3 şəklində yazaq. X-in kubu plus x kvadrat plus x minus 3. X minus 1'lər burada ixtisar edəcək. Bərabər olacaq. Limit x yaxınlaşanda 1'ə qalar x kvadrat plus x minus 2 məxrəcdə isə qalar x kub plus x-in kvadratı plus x minus 3. Biz əgər bir qiymətini surətdə və məxrəcdə nəzərə alsaq, görərik ki, yenə 0/0 hal yaranacaq, qeyri-müəyyənlik yaranacaq. Əgər surət və məxrəcin yerinə 1 qoyanda surət və məxrəcin qiyməti 0-a bərabər olursa, deməli, surət və məxrəcin vurğularından yenə də x-1 olan halı var. Deməli, biz yenə də əvvəlki qaydadakı kimi surət və məxrəci x-1-ə bölüb, vurğularını tapıb, x-1'ləri ixtisar etdikdən sonra x-in bir qiymətini surət və məxrəcdə nəzərə alıb, limitimizin qiymətini hesablayaq. Bərabərdir. Limit x yaxınlaşır 1'ə kəsir xəttində. İndi surət və məxrəci ilə x-1'ə bölərik. Biz x kvadrat plus x minus 2'ni x-1'ə bölsək, düşər x dəfə, x kvadratı yox eləmək üçün x alırdım. Minus x tərəf-tərəfə çıxsa, olar 2x minus 2 plus bir dəfə də 2 alıram tərəf-tərəfə çıxaram, olar 2x minus 2 0. İndi isə məxrəci x-1'ə bölüb, məxrəcin vurğularını taparaq. Yazaram x kub. Məxrəcimiz x kub plus x kvadrat plus x minus 3'dür. X kub plus x-in kvadratı plus x minus 3 bölünsün x minus 1'ə. X kubu yox eləmək üçün x kvadratı alıram. Olar x kub. Olar x kub minus x kvadrat. Alt-alta çıxsam olar 2x kvadrat plus x plus 2x kvadrat yox eləmək üçün x minus 1'i 2x alıram. Olar 2x kvadrat çıxılsa 2x kvadrat minus 2x. Yenə alt-alta çıxsam 2x kvadratlar gedəcək. X-dan da mənfi 2x çıxan da olacaq 3x. Minus 3. 3x minus 3'də yox eləmək üçün x minus 1'i vuraram minus 3'ə. Olar çıxılsa 3x minus 3 şəklində. Deməli, biz kəsrin surətini yazarıq. X minus 1 vurulsun x plus 2 şəklində. Çünki x kvadrat plus x minus 2'ni x minus 1'ə böləndə x plus 2 alınmışdır. Deməli, surətimiz oldu. X minus 1 vurulsun x plus 2. Kəsrin məxrəcini isə, x minus 1'ə böləndə, x minus 1'ə böləndə, nə alındı? X kvadrat plus 2x plus 3. X'in kvadratı plus 2x plus 3. Bunları pozulur. Bunları tapdığımız üçün bunlar bizə lazım deyil.
bərabərdir. Göründüyü kimi biz 2 dəfə ard-arda kəsr surət və məxrəcinin yerində 1 qoymaqla surət və məxrəcin qiymətin sıfıra bərabər olmağından bildirir ki, vurğuları x-1-dir və 2 dəfə ard-arda kəsr surət və məxrəcini x-1-ə bölüb ixtisar elədik. 0 bölü 0 halı yaranmamaq üçün. Burada da x-1'lər yenə ixtisar gedər. Bizim limitimiz bərabər olar. X yaxınlaşır və kəsr xəttində. Surətdə qaldı x göz 2, məxrəcdə isə qaldı x kvadrat plus 2x plus 3. Bu da bərabərdir. Limit x yaxınlaşır 1-ə. Kəsr surət və məxrəcində x-in yerində 1 nəzərə alsaq, olar surətdə 3, məxrəcdə isə 1 üstə 2, 3 plus 3 eynən 6. Deməli, bizim limitimizin qiyməti bərabər olacaq 2-də 1-ə.